Peygamberimiz buyurdu, dinin libası, İslam'ın libası hayadır. Yani İslam'da eğer bir insanın hayası var, haya nedir? Haya budur ki insan öz Allah'ı ile öz arasında xəcalət çəkə, utana, beyabırçılıq eləməyə. Eğer bir insan Allah'ı nazır bilse, eğer bir insan Allah'ı hazır bilse, eğer bir insan Allah'ı gören bilse, eğer bir insan inansa ki Allah bəsirdir, əlimdir, nazirdir, görür, ya'lem, bilir her bir şeyi ki insan əməl eləyir. Eğer buna insanın əqidəsi olsa, insan utanar Allah'ın məhzərində günah eləməkdən, xiyanət eləməkdən. Buyurur Əli Aleyhisselam, İnnel cihade babun min əbvabil cənnə. Cihad bir kapıdır, cennetin kapılarının biri. Fetahullah li xassati evliyaih. Allah bu kapını hamının üzüne açmayıp, hususi dostlarının üzüne açıp bu kapını. Her insana cihad nasip olmur. Her insana cihadda gedib şəhid olmaq nasip olmur. Şehadet bir mənzələt, bir məqamdır. Allah onu hususi dostlarına merhamet eləyir. Ondan sonra Həzrət buyurur, ve huve libasut təqva. Bak, cihad mənəvi libas, yani cihad. Mənəvi libas, yani təqva. Təqvanın libası nədir? Təqvanın mənası nədir? Həzrət buyurur, cihadı ki Allah onu hususi dostlarına merhamet eləyir. Pəs insan eğer öz hayatında eləyə bilsə cəhd eləyə, çalışa, cihad eləyə, Allah yolunda çalışa, tembellik eləməyə, o ki vəzifəsidir onu yerinə yetirə. Bir gün vəzifəsi öğrenməkdir, bir gün vəzifəsi əməldir, bir gün vəzifəsi öğretməkdir, bir gün vəzifəsi öğrendiğin saxlamaqdır, bir gün vəzifəsi İslam'ın əleyhinə mübarizə aparanların qarşısında müqavimət etməkdir, bir gün vəzifəsi xəlvətdə Allah'ın məhzərində haya edib və Allah'a təqva saxlamaqdır. Əgər insan bunları öğrensə, o iki vəzifəsidir onu yerinə yetirə, ona deyirlər haya, ona deyirlər təqva və o təqvadır ki insanın mənəvi libası hesab olur. Ona göre de buyurur, o insanlar ki Pərverdigar-ı aləmə diqqət eləyirlər, Allah'ın görməyin bilirlər, Allah'ın nəzarətin bilirlər və həya eləyirlər, onlar Allah'ın xüsusi dostlarıdır. Onlara verir Allah ne verir? Onlara göre verir Allah bütün insanlara. Su verir, hava verir, yemək verir, merhamet eləyir. Her ne verir insanlara onlara göre verir. O insanlar için Allah'ı diqqət elirlər, nəzərə alırlar, ehtiram koyurlar Allah'a, haya eləyirlər. Baxın tarixdə görün insanların hallarında bu insanlar ayrılıblar. Bu insanlar Allah'ın övliyalarıdırlar ki günah qabağa çıxanda Allah'ı yad eləyiblər. Günah qabağa çıxanda Allah'ı nəzərə alıb və günahdan uzaqlaşıblar. Tarixdə var, deyir Bəsrədə bir kişi var idi. Onun bir böyük bağı var idi. Həm bağında bağmanı var idi və hərdən də gəlirdi, özü o bağda otururdu, istifadə elirdi. Bir gün gəldi, keçdi, daxil oldu bağa. Bağman öz əyalı ilə, ailəsi ilə bağda işlirdi. Gəldi bağmanın, əyalın, yoldaşın gördü çox vəcihə bir xanımdı, ona nəzər elədi, vırıldı. Çağırdı xanımı, dedi get bütün bağın qapılarının hamısını bağla gəl. Bağmanı da çağırdı,
bağmanı da gönderdi, bir başka bir iş verdi ona, iş gösterdi. Dedi get o işi gör, qayıdıb gələrsən. Elə ki onu gönderdi başka yere, hanıma da dedi sen qapıların hamısını bağla. Hanım getdi, qapıları bağladı, geldi. Dedi ki mən qapıları bağladım hamısını bir qapıdan başka. Ki onu bağlamak mümkün değil. Kişi dedi ki hansı qapıdır ki onu bağlamak mümkün değil. Dedi o kapı senle Allah'ın arasında olan bir kapıdır ki onu bağlamağa benim ixtiyarım yoktu. Benim gücüm yoktu. O nazirdi. Baxır ve görür. Bu söz kişini munqəlib elədi. Kişini değişti. Kişi təvəccüh elədi Allah'a. Bildi ki bu iş belə olmalıdır. Bu qapı bağlanmayacaq. Tövbə elədi. Pərverdigar aləmdən üzr istədi. Bu xanımın təqvası, bu xanımın mənəvi paltarının pak olmağı o kişini də pak elədi, təqvalı elədi. Nəyin nəticəsində? Allah'ı yad elədi, Allah'ı zikr elədi, Allah'ı nəzərə aldı. Yusuf Peyğəmbər Züleyxa ilə bir otaqdaydı. Züleyxa getdi bir parçanı attı, öz bütü vardı bütün üstüne. Yusuf dedi neynirsən? Ma sənəti, nə iş görürsən? Dedi mən parçanı atıram ki bu bütün üstüne. Ne için atırsan? Dedi ona göre ki o görməsin. O görəndə mən xəcalət çəkirəm. Hazreti Yusuf dedi, sənin bütün nə görmür, nə eşitmir, nə həyatı yoxdur, sən ondan utanırsan. Amma mənim Allahım ki nazirdir, həm görür, həm eşidir, həm bilir, mən ondan utanmayım. Ona görə də deyir ki olmaz. O insanlar gərək olar ki təqvanla hərəkət elirlər, Pərverdigar aləm onları ayırır. Peyğəmbərimiz buyurdu, qiyamətin günündə Allah bir iddiyə qanat verəcək. O insanları ki onlara qanat verilir, hədis belədir. Onlara qəbridən qalxanda İza zulzilətil ərdu zilzalaha və əxrəcətil ərdu əfqalaha. Elə ki yer zəlzəliyə gəldi, qiyamət oldu və insanlar qəbirdən durdular ayağa, gəlsinlər qiyamətin səhnəsinə. Pərverdigar aləm bir iddəni səhnəyə gətirir, bir iddiyə də qanat verir, qəbirdən uçurlar, cənnətə gedirlər. Onlar gəlirlər cənnətə, daxil olanda mələkə soruşur bunlardan. Həl rəəytum hisabən, sizi məhkəmə elədilər, sizi hesab kitab aldılar sizdən. Onlar deyirlər, ma rəəytu şeyən, bizi heç kəs danışdırmayıb. Onlar soruşur mələkələr, siz hansı peyğəmbərin ümmətindənsiniz? Deyirlər, biz Muhammed peyğəmbərin ümməti sallallahu aleyhi və alihi və səlləm. Daxil olun. İndi ki daxil olursunuz, bir sual da sizdən soruşum. Mələkələr soruşurlar, sizin əməliniz nə idi ki sizə bu məqam verilib? Bu əzəməti ki qiyamətdə var, hamıdan hesab alırlar. Fəmən yə'məl misqalə zərrətin xeyrən yərəh, xeyrəməl, şərrəməl, zərrə qədər də olsa hesaba çəkirlər. Amma sizi hesaba çəkməyiblər. Sizin əməlləriniz nə idi? Deyir, dünyada yaşayanda bizdə 2 dənə xasiyyət var idi. O xasiyyətin biri buydu ki, nərza bil yəsir mimma qəssəmə lənə, ya qəsəmə lənə. Biz o ki dünyada bizə ruzi verilmişdi, biz o az ruziyə qane olmuşduq. Gözümüz haramda yox idi. Allah bizə nə mərhəmət eləmişdi, öz payımıza qane edik və oyan biyanda gözümüz yox idi. Harama əl uzatmadıq biz.
azı yedik və Allaha şükür elədik. Harama getmədik. Biri buydu. İkincisi də buydu ki, kunna iza xalavna, elə ki xəlvətə gedirdik, elə ki gedirdik özümüzlə Allahımızın arasında xəlvətdə nəstəhi ən-nəsiyə, utanırdıq Allahdan ki onun məhzərində günah eləyək. Allahın məhzərində xəcalət çəkirdik, həya edirdik və o həya bu günləri bizə bunu mərhəmət edib. Deyir, mələkə baxır bunlara, baxandan sonra buyurur ki, yəhiqqu ləkum haza. Buyurun, bu sizin haqqınızdır. O insan ki dünyada aza razı oldu, günaha əl uzatmadı. O insan ki dünyada Pərverdigar aləmi həmişə başının üstündə gördü, onun haqqı budur.